Aktual gündəm efirdədir, xoş gördük sizi. Azərbaycan yenə bir mötəbər tədbirə ev sahibliyi eləyir. Azərbaycan yenə dünyanı narahat edən, bəşəriyyəti narahat edən problemlərin önündədir və bu problemlərin həlli üçün öz böyük xidmətini göstərmək istəyir. Dünyanın ağıllı, bu ətrafda düşünən, insanlığı düşünən insanları ətrafına yığıb, öz məkanında, həm də öz bu barədə düşünən, təklifləri olan xadimləri ilə bir yerdə həll yolunu axtarır. İslamofobiya artıq Avropanın ümumiçilik sözünə çevrilib. Təkcə elmi və siyasi mənbələrdə deyil, məişətdə belə həyata keçirdiyi açıq siyasətin həm də məişətdə biz təcəssümünü görürük. İslamofobiya formalarını dəyişə bilər, bəlkə də rəhlərini də dəyişə bilər, amma mahiyyət etibarilə bütün insanlığa qarşı cinayətin tərkib hissəsidir. Azərbaycan bu cinayətin qurbanıdır. Azərbaycan 30 illik müharibədə də İslamofobiyanın açıq qurbanına çevrildi. Elə sonraki dövrdə də. Elə 30 illik dövrümüzdə də, müstəqilliyimizin 34 il ərzində biz Qərbi Avropadan da, bir çox başqa ölkələrdən də İslamofobiyanın konkret əlamətlərini gördük. Əgər Azərbaycan bayrağında ayıldız olmazsaydı, siz başqa olardınız deyənləri də eşitdik. Azərbaycan Avropada yeri yoxdur deyənləri də eşitdik. Xristian dünyasında bir müsəlmanın nə işi var deyənləri də eşitdik. Elə qardaşımız Türkiyədə bütün bunların bu proseslərdə qurbanı oldu. Əlbəttə, bu ikili standart mı deyək, ikiyüzlülük mü deyək və yaxud da Avropa riyakarlığı deyək, nə istəyirsiniz adlandıraq. Amma özləri üçün, Xristian klubu üçün yaradılan bu qurumlara müsəlmanlar yalnız öz siyasi ambisiyalarını həyata keçirmək üçün bəzən formal olaraq lazım olur. İslam dünyası isə, İslam ölkələri isə və yaxud əhalisinin əksəriyyəti müsəlman olan dövlətlər isə bu mənada iki qat əziyyət çəkir. Həm daxili münaqişələrdən əziyyət çəkən ölkələr var, həm də eyni zamanda beynəlxalq humanistlərin, demokratların təzyiqi nəticəsində bir çox mənalarda zərər çəkən. Azərbaycan iqtisadiyyatına da, siyasətinə də zərbə vuran bu müharibənin fəsadlarını hələ biz çox yaşayacağıq. Amma bu müharibədə ədalətli olmamıza baxmayaraq, bizim yanımızda olmayanlar var idi və bugün də hələ bizim əleyhimizə işləyənlər var. Çünki əsas məsələ budur. İslam Avropada olmamalı deyirlər. İslamı terrorla, İslamı ölümlə, İslamı təhdidlə, müsəlmanı terrorçu ilə bərabər tuturlar. Əslində, heç bir bərabərlik yoxdur. Sadəcə olaraq bunu yaradırlar və məqsədli şəkildə. Səlib yürüşləri davam edir. Amma indi sosial mediada səlib yürüşləri davam edir indi küçələrdə və istənilən Avropa ölkəsində biz sağ qüvvələrin populyarlaşmasını görürük. Ən sonda nümunələrdən biri Britaniyada türk bərbəri məsələsində nə qədər cəmiyyətdə bu məsələnin yayıldığını gördük. Cəmiyyətdə bu yayıntıları, insanlara yürüdülən bu siyasəti necə təmizləmək olar? Həm də keçirilən konferansda, tədbirdə bu da müzakirə olundu. Azərbaycan prezidenti də öz təbrik salamlarını çatdırdı və bir çox məsələlərə çox konkret nöqtə qoydu və açıq dedi. Eyni zamanda Avropa Parlamentinin, eyni zamanda Avropanın digər təsisatlarının İslamofobiya ilə bağlı xidmətlərini açıq dedi. Onların üzünə dediyi kimi elə burada da konferans iştirakçılarının salamlayanda da dedi. Və nəhayət ki, neçə illərdən sonra, fasilədən sonra İrəvanda yaşayan Azərbaycanlar üçün önəmli olan İrəvan qazılığının bərpası məsələsinin bir daha pozulmuş, Qərbi Azərbaycanda yaşayan müsəlmanların pozulmuş və İslamofobiyanın birbaşa tərkib hissəsi olan erməni millətçiliyinin və daşnaq fəaliyyətinin nəticəsinin aradan qaldırılması üçün böyük bir addım olduğunu qeyd elədi. Bakıda keçirilən bu tədbiri müzakirə edirik. Jalə Əliyeva, Milli Məclisin deputatı, Şəhlal Cəlilzadə, siyasi şərhçi və İsmail Güngöz, uluslararası siyasət. Xoş gördük hamınızı. Jalə xanım, Azərbaycan üçün İslam ölkəsi, yəni müsəlmanların çox yaşadığı bir biz bizdə zaman-zaman bütün xalqlar bərabər yaşayırlar. Dövlətlərimizi bütün xalqlarla bərabər qoymuşuq. Cəbhədə bütün xalqlarla Azərbaycanda yaşayan, hətta dinindən Racialization is a process through which racist assumptions about specific ethnic and racial groups, for example Pakistanis or Arabs, are placed on 19-cu əsrin 20-ci illərindən sonra burada məskunlaşan bəzi ermənilər bu monolitliyi sarsıtmaq istəsələr də yenə alınmadı. Hətta onlarla mübarizədə belə bu Azərbaycan xalqının monolitliyi durdu. Yəni burada dini məsələ
bizdə mümkün deyil. Bizdə bütün hallarda və bütün zamanlarda dinlər bərabər yaşayıb. Amma birdən-birə biz Avropa inteqrasiyası arzuladıq. Yəni bu arzular da bizdə elə belə deyildi. Cümhuriyyəti quran babalarımız demişdi. Ondan öncəki bizim filosoflarımız, baş bilənlərimiz qərb mədəniyyəti, qərb sivilizasiyası, Avropa dəyərlərini təbliğ eləmişdi və biz də səmimi qəlbdən inanmışdıq. Amma ayrı şey gördük. Bugün insan dəyərlərindən danışan ən xırda və yaxud da böyük fərq yoxdur. Avropa dövlətində İslamofobiya az qala qeyri-rəsmi olsa da dövlət siyasətinin tərkib hissəsidir. Buyurun. Islamophobia can take many forms. Bunlar acı What does həqiqətdir, the term günümüzün encompass? reallığıdır How can we və recognize bu it when günümüzün it deyil, occurs? elə It əsrlərdən starts with a üzvləri narrative gələn spun by those in power siyasətin and in the media. There are good belirtiləridir, Muslims and bad nəticələridir ki, Muslims, biz and bugün they bunu exist in yaşayırıq. roughly. Ölkə olaraq yaşayırıq, xalq olaraq yaşayırıq, They millət have placed olaraq themselves yaşayırıq. in the position of Və allies to be good bizim Muslims. bu In the verilişimiz fight to overcome the ölkəmizdə bad biraz ones, əvvəl qeyd while etdiyimiz using kimi the növbəti supposed dəfə presence of the bad ones to keçirilən justify çox bans, əhəmiyyətli beynəlxalq CVE, and tədbir other ərəfəsinə counterterrorism rast gəlir. measures that have Dünən negative bilirik ki, repercussions on all Azərbaycanda, Muslims. Bakıda İslamofobiya, qərəzin Similarly, ifşa olunması media və narratives give lip stigmaların service to dağıdılması the idea mövzusunda of good Muslims, beynəlxalq but konfrans constantly associate Islam and keçirildi Muslims with və violence bu and konfransda terrorism, ölkə prezidenti furthering the cənab notion İlham of Əliyevin çox dəyərli deməli çıxışı konfrans iştirakçılarına müraciəti səsləndirildi. Bu müraciətin özlüyündə elə İslamofobiyaya verilən bir qiymət idi. Yəni tam beynəlxalq müstəvidə həm də bu problemin, sözün əsl mənasında bu bir problemdir. Fobiya əslində tibbi cəhətdən yanaşsaq bir xəstəlikdir, bir psixoloji xəstəlikdir. Və bugün təəssüflər olsun ki, yenə də deyirəm, bugün yox, əsrlərdən bəri İslam dünyasına qarşı, müsəlman aləminə, şərq dünyasına, türklüyə qarşı bir fobiya mövcuddur qarşı tərəflərdə. Və bu fobiya heç cür azalmır, əskilmir. Getdikcə daha da böyüyür. Nəyə görə? Çünki həmin o ehtiyat elədikləri, qorxduqları ölkələr, xalqlar, millətlər getdikcə inkişaf edirlər. Dünya düzəni dəyişir, yeni çağırışlar doğrultusunda bugün bütün dünya yaşayır. Və əlbəttə ki, əgər bir əsr bundan əvvəl parçala hökumət siyasəti ilə əgər bütün dünyanı işğal etmək arzusu ilə ortaya çıxmışdılar da, silahlanmışdılarsa bu istəklə, bu arzuyla, bugün bunu artıq asanlıqla həyata keçirmək mümkün deyil. Bugün artıq belə deyərdim ki, həmin qüvvələrin qarşısında elə həqiqətən də birləşməkdə olan və bir yumruq kimi birləşib həmin ittifaqlara qarşı ittifaq şəklində birinci növbədə mənəvi mübarizəsini aparmağa hazır olan, həm də lazım gələrsə digər şəkildə də mübarizəsini keçirməyə hazır olan ölkələr, güclər var bugün. Baxın, çox dəqiq deyilsiniz. Və Azərbaycan da onların çox dəqiq deyilsiniz. Onların arzusu odur ki, İslam ölkələri və yaxud da əhalisinin əksəriyyəti müsəlman olan ölkələr təxminən Əfqanistan kimi olsun. Yəni stabillik olmasın, aləm qarışsın bir-birinə, maksimumda bir eybəcər sima yaratsınlar, bir reklam da qoysunlar ki, bax görürsünüz o təhlükə var orada və pərdəni çəksinlər. Amma sivil Türkiyəni və yaxud da sivil Azərbaycanı görmək onlar üçün həm də onların o təbliğatının axı sarsıdır. Bu illərlə deyirlər, onlar özlərini idarə edə bilmirlər, onlar və yaxud da indi gəlin açıq etiraf edək ki, Birləşmiş Ərəb Əmirlikləri və yaxud da Səudiyyə Ərəbistanı inkişaf eləmiş, iqtisadi cəhətdən, təhsil baxımından, yəni bu məsələlərə xeyli yatırımlar qoymuş, sabaha ünvanlı bir dövlətlərdir. Və bu dövlətlərin də bu şəkildə inkişafı onlarda əlbəttə ki, o ideoloji məsələlərin sarsıdır. Yəni bu mənada haqlısınız ki, o biraz da qızışdırıb bu məsələni. Tamamilə doğrudur və dünənki konfransda ələ alınan məsələlər və bir daha qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin müraciətində toxunduğu məsələlərin hər biri düşünürəm ki, bəlkə hər birimiz üçün və İslamofobiya ilə mübarizə aparan hər bir ölkə üçün bir tezis xarakteri daşıyırdı. Bir mənalı olaraq. Yəni İslamofobiya nədir, hardan yaranıb, kökü nədən qaynaqlanır, nəyə görə bu qədər təşvişdədirlər? Bütün bunlar çox açıq şəkildə
belə deyim ki, nöqtə və nöqtə cənab prezident tərəfindən rəflərə qoyuldu. Növbəti dəfə mesaj verildi bütün dünyaya və dəfələrlə söylədiyimiz fikri bir daha qeyd edirik, bir daha vurğuladıq dünən. Bugün yenə də vurğulayırıq ki, Azərbaycan heç bir təhdid qarşısında, heç bir deyək ki, o dırnaq arası fobiyalardan qorxanların qarşısında heç bir zaman geri çəkilməyəcək, heç bir zaman əyilməyəcək. Azərbaycan demokratik bir ölkədir. Nə qədər çətin olsa da. Çətindir, əlbəttə. Azərbaycan demokratik bir ölkədir. Hər bir insanın hüquqlarına, dinindən, dilindən, kimliyindən asılı olmayaraq konstitusiya ilə hörmətlə yanaşılan bir ölkədir və bu bugün deyil, əsrlərdən bəri Azərbaycan bu ənənələrlə yaşadı. Bir əsrdə 4 dəfə öz torpaqlarında qaçqın köçkün vəziyyətə düşdü. Bir əsrdə 4 dəfə belə deyim ki, beynəlmiləlçilik havası altında yaşadılan bir ölkə ilə Ermənistan tərəfindən qərəzlə, məkirlə qarşılaşdı. Torpaqlarının işğalı ilə qarşılaşdı. İnsanlarının öz torpaqlarından qaçqın köçkün vəziyyətinə düşürülməsi vəziyyəti ilə qarşılaşdı. Amma hər dəfəsində də əfv edə bildi. Hər dəfəsində də yenə də belə deyim ki, qardaş olub Hayastan, Azərbaycan şüarı ilə yenə də həyatını davam etdirə bildi. Gətirim, bu mənim burada bax bu verilişdə baş verdiyi üçün bu nümunəni gətirim. Yeri gəlmişkən bir qonağımız da gəldi. Müşfiq Məmmədli, Milli Məclisin deputatı. Müşfiq mənim, xoş gəlmisiniz. Elə yerində gəlmisiniz. Çünki bayaq Jayla xan başlayanda dedi ki, fobiya həm də xəstəlikdir. Siz də ixtisasca həkimsiniz və biz sizdən həm də bunun doğrudanmı müalicəsi varmı yoxsa yox bunu da soruşacaq. Çünki bir çox mənimlər uşaqlıqdan yaranan xəstəlikdir və mənə elə gəlir ki, o beyinlərə qoyulmuş, rəflərə qoyulmuş bir xəstəlikdir. Bunu da sizdən soruşacağam. Amma Jayla xanım, bax bu verilişdə çox maraqlı bir hadisə baş verdi. İrəvanın təzə qazısı, yəni yeni təsdiq olunmuş qazısı danışdı Qərbi Azərbaycanla bağlı dağıdılan məscidlərimiz və s. Bütün bu faktları sadalayandan sonra sonda belə bir söz dedi ki, biz silahla yox, sülhlə danışmaq istəyirik. Və mən müqayisə apardım oradakı erməni katolikosu, istər içməyəcində oturan, istərsə də kilikədə oturan, fərqi yoxdur. Silaha çağırırsa, qana çağırırsa, intiqama çağırırsa, bu rejonların əsas şüarlarından biridir. Və Daşnaqçının da, Qırınkun da ideoloji əsaslarını onlar qoyublarsa və bugün də davam edirlərsə, bizdəki, bax, yeni təyin olunmuş, hələ bu qədər mərhumiyyətlər, özü, ailəsi 3 dəfə köçürülmüş insandır o qazı təyin olunan vüqarlar. Onun dediyi, üzr istəyirəm, Bəxtiyar müəllim, onun dediyi söz ki, biz silahla yox, sülhlə danışacaq. Bu özü də bir nümunədir. Bizim fərqimizdir. Və mahiyyətimizi ortaya qoyur. Bax, bu fərqdən də qorxurlar. Bax, bu fərqdən çox qorxurlar və mən sizin bu fikrinizdən tam, yəni nəinki razıyam, amma istəyirəm, bax, bunu da inkişaf elətdirək, bir nümunə kimi göstərək. Təşəkkür ederim. İsmail müəllimlə bir məsələni soruşmaq istəyirəm. Xoş gördük İsmail bəy sizdə. Hoş gördük. İsmail bəy, sayın qonaqlarınıza da selamlarımı gönderiyorum. Mənə hərdən elə gəlir ki, İslamofobiya ilə bağlı mübarizədə Azərbaycan, Türkiyə hər zaman öndə olublar, bu aydın məsələdir. Amma bir çox ölkələr bu prosesdən elə bir ki, qıraqda qalır. Çox az qoşulurlar. Amma Türkiyə və Azərbaycan bu məsələdə birincidir. Onları narahat eləmirmi, yoxsa düşünmək mi istəmirlər, yoxsa onlara mane olan qüvvələr mi var? Şimdi öncelikle İslamofobiya adı üstünde İslam korkusu, Müslüman korkusu anlamı taşımaktadır. Bunun da hani kaynağına gitmek gerekirse bunun Emeviler döneminde İstanbul'un kuşatmasına kadar uzatabiliriz kaynağını. Yani 1071 Malazgirt, 1453 İstanbul'un fethi elbette ki kırılma noktasıdır ama bununla beraber 669'daki İstanbul'un ilk Müslümanlar tarafından kuşatılması, akabinde 2. 3. kuşatmaların ard arda gelmesi 717'ye kadar, 1. Viyana kuşatması 1529, işte 2. Viyana kuşatması 1683 tarihlerine kadar bir İslamofobiya esasında başlangıçta dediğim gibi Emeviler döneminde İstanbul'un kuşatmasıyla beraber bir İslam korkusu ama akabinde İslam'ı bir üstüne kabul eden Türk milletiyle birlikte özdeşleşmiş bir durumdadır. Yani İslamofobiya eşittir esasında Türkofobiyadır. Bəli. Yani bunun adını Türkofobiya koysak daha mantıklı olur. Çünkü dünyada elbette ki işte Fransa'da özellikle Mağribiler dediğimiz Kuzey Afrikalı Müslümanlara mobbingler uygulanmakta. İngiltere ve Avrupa'daki sömürgelerinden gelen Müslümanlara gelen baskılar var. Onlara da İslamofobiya var ama
en çok buna maruz kalan Türk milletidir. Ve Azerbaycan'la birlikte bütünleşik olarak söylüyorum Türk milletidir. Türkler. Çünkü yıllarca yani binli yıllardan itibaren Anadolu Selçuklulardan itibaren İslam'ın yegane savunucusu ve koruyucusu pozisyonunda bulunan Türk milleti olmuştur. Haçlı seferlerine karşı koyan Türk milletidir. Avrupalara akınlar yapan Türk milletidir. Ve nihayetinde en son Haçlı sefer olan Milli Mücadele döneminde Anadolu işgalinde kahraman Türk Silahlı Kuvvetlerimiz, Mehmetçiğimiz Gazi Mustafa Kemal Atatürk'ün önderliğinde kahramanca yapmış olduğu milli mücadeleyle düşmanı denize dökmesiyle beraber bir özdeşleşen bir durum var. Yani Avrupa'da İslamofobi eşittir Türkofobiyadır ve en fazla maruz kalan Türk milleti olmuştur. İşte Kafkaslar'da Ermenilerle Azerbaycan arasındaki olaylarda en fazla Azerbaycan Türkleri buna maruz kalmıştır. Avrupa'da göçmen olarak giden Türk milleti Avrupa'da sürekli bunlara maruz kalmıştır. Hem çalıştıkları iş yerlerinde işte Müslüman kadınların çarşıya çıktıklarındaki başörtülerinden dolayı ve Müslüman olduklarından dolayı okullarında bunu mobbinge uğrayan öğrenciler olarak bunu tasnif edebiliriz. Fakat Türk milletiyle özdeşleşmiş olduğunu üstüne basa basa tırnak içerisinde vurgulamak gerekir. Ve bugün İslamofobiye eğer Avrupa'da hakikaten bir İslam korkusu olsaydı petrol zengin Arap ülkeleriyle bir sıkıntıları yok biliyoruz. Yoktu. Petrol gidiyor, ticaret gidiyor. Gayet de aralarında iyi ilişkiler var değil mi? Elbette. Ama mevzu bahis Türk milleti olduğu zaman, mevzu bahis Azerbaycan'da Ermenilerin yapmış olduğu zulümler olduğu zaman gayrimüslimler dediğimiz ülkelerin Türklere yapmış olduğu mobbingler, baskılar, şiddetler, işte Myanmar, Doğu Türkistan görmezden gelinmektedir. Bunları böyle vurgulamak lazım, böyle adlandırmak lazım. Yani İslamofobiya diye Avrupa'da zaman zaman tezler yazılmakta, araştırmalar yapılmakta ama bunun gizli öznesi Türk milletidir. Çünkü bugün hala dünyanın neresine gidersen git Müslüman eşittir Türk denir. Şöyle bir hemen konuyu dağıtmadan belirteyim. 1600'lü 1700'lü yıllarda bir gayrimüslim Avrupa'da Müslüman olduğu zaman nüfus defterine Türk olduğu yazarlarmış. Bunu da biliyoruz tarih defterlerinden ve kaynaklardan. Dolayısıyla bugün Avrupa ülkelerinde en fazla mobbing Fransa'da Garbi dediğimiz, Mağribi dediğimiz Müslümanlara karşı uygulanmakta. Almanya ve Orta Avrupa bölgelerinde Türklere karşı uygulanmakta. Ama ilginçtir, burada Avrupa ülkelerinde yapılan araştırmalarda Müslümanlara en az mobbingin İngilizlerde olduğu görülmektedir. O da şundan kaynaklanmaktadır. İngilizler burada aklama açısından söylemiyorum. Güneş batmayan ülke pozisyonuyla 1600, 1700, 1800'lü yıllarda birçok Müslüman ülkesini sömürge haline getirdiklerinden dolayı çok milletli ve çok uluslu bir ülke olduğundan dolayı İngilizlerin buna alışkınlığından Tabii bu da olabilir. Söylenildi ki bu bir günün işi değil. Özünüz də təsdiq elədiniz ki, artıq minilliklər, en az 1400-1500 il var ki, bu məsələnin əsası qoyulub, ideoloji müstəviyə gətirilibdir və din də, xüsusən də katoliklik və ona yaxın olan digər məzhəblər bunu daha qabarıq sürətdə təbliğ ediblər və beyinlərə yeridiblər. Elə ən yaxşı nümunə Erməni kilsəsinin apardığı son 200 ildəki təbliğatını nümunə kimi götürsək, elə məncə bu yetərlidir. İstər Türkiyəyə qarşı, istər Azərbaycana qarşı. Amma doğru dediniz ki, İslamofobiyanın bir tərkib və böyük hissəsi ilə türkfobiyadır. Və türk olaraq müsəlman olmağımız da üstünə gələndə ümumiyyətlə onlarda bir qəribə bir təəssürat yaradır. Mən bilmirəm, bunun səbəbini tarixdə axtardınız, amma təkcə tarix deyil axı. Hətta tarixi yaxşı bilməyən gənclərdə də bu nifrət var. Mənə gəlir ki, bu doğrudan da genetik xəstəliyə çevrilir və biz bu barədə mütləq danışacağıq. Amma icazə verirsə Şəhla xanıma, yəqin ki, çıxışçılara qulaq astınız və yaxud da izlədiniz mətbuatda. Yeni nələr səsləndi, yeni hansı istiqamətlər verildi və hansı addımlar atmaq lazımdır ki, ən azı cəmiyyətdə, adi insanlar qarşısında. Və bugün mən bayaq elə belə demədim ki, səlib yürüşləri sosial mediaya keçibdir. Biz sosial mediada vurulan o damğaları, pis damğalardan gedir söhbət. Onları aradan qaldırmaq üçün nələri etməliyik? Öncelikle herkes salamlıyorum.
Deməli, artıq siz qeyd elədiniz, bu bir səlib yürüşünün 21-ci əsrə daşınmasıdır. Ümumiyyətlə, səlib yürüşləri ilk dəfə, yəni tarixinə baxsaq, 10-cu, 11-ci əsrlərdən başlayan bir proses idi. Türkiyəli ekspertimizin də vurğuladığı kimi, burada türk və müsəlman amili xüsusilə rol oynayır. Çünki məhz səlib yürüşlərini durduran da Səlahiddin Eyyubi də türk, Afşar türklərindən idi o və bunun şəxsiyyəti amilinin üzərindən də bir türklərə qarşı və eyni zamanda İslama qarşı qabaran bir xristian dünyasının bir acığı kini deyək. Yəni, o bildiyimiz kimi Səlahiddin Eyyubi Qüdsü xristianlardan, səliblərdən azad etmiş tarixi şəxsiyyət idi. Və bunu biz xristian dünyasının unutmadığını görürük. İstanbulun türklərcə fəthini onların unutmadığını görürük. Və türk dünyasının xristian dünyası üzərində güc üstlənməsini onlar qəbul etmək istəmədiklərini müşahidə edirik. Və çox maraqlıdır ki, Birinci Dünya müharibəsinin sonunda biz bilirik ki, kolonializm yeni vüsət aldığı dövrlər idi. Və o dövrdə fransız bir general gəlmişdi Suriyaya, Dəməşqə. Orada Səlahiddin Eyyubinin mavzoleyinin qarşısında onun qəbrinin üstünə gələrək biz buradayıq yenə də, biz yenə qayıtmışıq deyə bir açıqlama səsləndirmişdi. Və bu açıqlama tarixi kitablara, hesabatlara, raporlara düşmüş bir açıqlamadır və bu onu göstərir ki, onlar əsrlər boyu bunu unutmurlar və gələcək nəsillərə daşımaqda, genetik kodu formalaşdırmaqda bu baxımdan maraqlıdırlar və onların siyasətləri, sosial sferadan başlayaraq, sosial sferaya hardan qaynaqlanır? Bu, onların fəlsəfi, ideoloji bir yanaşmasıdır ki, siyasətə, daha sonra mediaya və oradan insanların beyinlərinə sirayət edir və bu nəsillərcə ötürülür. 5 il, 10 il, 100 il, 200 il və beləliklə yüzlərcə il və nəhayət bu günümüzdə biz müsəlmanlara qarşı, xüsusilə türk müsəlmanlara qarşı Avropada artan İslamofobiya dediyimiz bir anlayışın, kinin, nifrətin və müxtəlif sferalarda yansımasını görürük. Bu, həm onlara qarşı sosial həyatda stigmalarla müşahidə olunur. Məktəblərdə tələbələrə qarşı, şagirdlərə qarşı mobbinqlərlə müşahidə olunur. İş həyatında insanlara qarşı işdən onların azad olunması, işləmə imkanlarının məhdudlaşması ilə müşahidə olunur. Siyasət sferasına biz baxsaq, çoxsaylı anti-İslam, yəni anti-müsəlman, anti-İslami, İslamofob qanunların biz son dövrlərdə xüsusilə artdığını biz müşahidə edirik. Yəni sağçıların fəallaşması Avropada. Bu dünyada ümumiyyətlə sağ və hərəkatların, radikal hərəkatların artması fonunda daha da bir tendensiya güclənməkdədir. Bunun ən bariz nümunələrindən birincisi Fransadır. Bəli. Fransada 2010-cu ildən başlayaraq bu istiqamətdə artan qanunvericilikləri biz qeyd edə bilərik. Xüsusilə də burkanın, baş örtüyünün qadağan olunması. Bunu keçdik. Bu yenə də deyək ki, təhlükəsizlik məqsədi ilə bunu əsaslandırmağa çalışırdılar. Amma hicabı qadağan eləyirlər. Yəni 2024-cü il Fransada olimpiyadaya çıxan baş örtülü qadınların iştirakının qadağan olunması ilə bağlı bir qanun qəbul edildi. Hətta buna idmançılar arasında, hətta Avropalı bəzi insansevər, insanpərvər insanlar arasında da buna etirazlar oldu. Lakin biz bu tendensiyanın aradan qalxmadığını və gedərək davam etdiyini, müştəş aldığını görürük. Və bütün bunların fonunda Azərbaycan dünyaya Qarabağ zəfərindən sonra, biz milli məsələmizi artıq həll etdikdən sonra qlobal məsələlərin həllində bir bayraqdar öncül ölkəyə çevrilmişik. Bu baxımdan Azərbaycan həm yeni kolonializmin məhv olunması istiqamətində ifşa edici tədbirləri ilə, xüsusilə qoşulmama hərəkatı çərçivəsində fəaliyyətini gücləndirib 2023-cü ildə Bakı inisiativ qrupunun yaradılması bunun ən bariz nümunəsidir və bu istiqamətdə onların xüsusi tədbirləri, bu silsilə hələ də davam etməkdədir ki, bunu hətta Fransanın Daxili İşlər Naziri demişdi ki, Azərbaycan Fransanı parçalamaq istəyir. Kimsə eləməli idi də. Bunu elə algılayırlar və bununla yanaşı eyni zamanda Azərbaycan İslamofobiya ilə mübarizədə də inisiativlər üstlənir, öncül rol oynayır və məhz elə bu çərçivədə də ölkəmizdə bu günlərdə keçirilməkdə olan beynəlxalq tədbiri bu çərçivədə mühüm addım olaraq qiymətləndirə bilərik. Bunu sadəcə biz deyil, eyni zamanda orada iştirak edən
bütün dünyadan Qonaqlar da gələn dedi. qonaqlar da vurğulayırlar və burada bir sıra məsələlərə vurğu olunur. Panel müzakirələrinin adından da Bugün də göründüyü davam kimi edir o burada müzakirələr. qanunvericilik məsələləri Qadın müzakirə məsələləri olunur, var. qadın məsələləri müzakirə olunur. Eyni zamanda yeni texnologiyalar və süni Bəli, intellekt və bütün bu məsələlərində məsələlərin hamısı qabardılaraq dünyanın qarşısında İslamofobiya ilə mübarizədə yeni bir xəttin inşası üçün Azərbaycanın dəstəkləyici, istiqamət verici Mən rolundan bir şey soruşmaq istəyirəm Şəhla xanım Bəs sizdən. Əslində çox maraqlı bir məsələ də var və bunu da deyək ki, Azərbaycandan olan nümayəndə heyətlərinin çıxışlarında çox maraqlı təkliflər var idi və tez şəklində də səslənən fikirlər var idi ki, məncə bunun inkişafı olacaq. Amma indi misal çəkdiniz Fransadan, Avropanın bir çox ölkələrində başörtü ilə bağlı sorunlar, suallar var, qadağalar var. Mənə maraqlıdır, onlarda hətta kimdənsə cinsiyyətini soruşmaq özü insan hüquqlarının pozulması deməkdir. Yəni adamdan soruşaraq ya qadın olar, ya kişi deyir, niyə soruşursan? Sən mənim insan hüququmu pozursan. Buna olar, amma baş bağlamaq olmaz. Bu hansı hüquqdur? Biz bəlkə bilmirik. Yəni Roma hüququdursa bunu oxumuşuq Çox biraz. maraqlı məqama vurğu Bu nə etdiniz Elçin bəy. hüququdur? Demək ki, Avropada ümumiyyətlə dini etiqad azadlığı məsələsi də var. Bunların Var. Avropa İnsan Hüquqları Konvensiyasının da məddələri ilə təsbit olunur və eyni zamanda dini etiqad azadlığı ilə yanaşı insan hüquqları azadlığı məsələsi də ortalıqda təbii ki, əsas məsələ olaraq qabarır. Bəli. Lakin bunların tətbiqi zamanı biz bir-birinə əks tendensiyanı müşahidə edirik. Məsələn, 2016-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsinə belə bir кейs çıxarılmışdı. Orada qadın sırf bu məsələyə görə hüquqlarının pozulduğunu iddia etmişdi. Lakin Avropa Məhkəməsi onun deyil, dövlətin xeyrinə qərar çıxartmışdı. Yəni dövlət əgər deyirsə ki, məsələn burka geyinmək, yəni dini etiqad azadlığını əgər milli təhlükəsizliyə təhdid hesab eləyirsə, demək ki, bu belə də olmalıymış. Yəni işdən azad edilməsi dövlət onu haqq vermiş oldu həmin o yəni onun çalışdığı quruma və beləcə biz burada insan hüquqlarının pozulmasını hətta Avropa insan hüquqları perspektivində belə ziddiyyətlərlə müşahidə olunur. Bu arada beynəlxalq qeyri-hökumət təşkilatları, beynəlxalq insan hüquq təşkilatları bu məsələyə qarşı əks reaksiya versələr də Avropa bəli, əgər orada başqa bir mövzulu bir şey olsaydı, hamısı bu dəqiqə küçələrə tökülmüşdü. Bu məsələdə kağızda, yəni elədik, dedik. Təəssüf ki, bəli. Bizə qulaq asmadılar ən yaxşı halda. Demişəm, deyiblər, deyəcəyik prinsipi ilə işləyirlər. Bax, bu ikili standartları həm də onların mahiyyətidir. Aydındır, yəni biz onlardan səmimiyyət və s. gözləmirik. Sadəcə olaraq bir özlərini, yəni bilmirəm, bu çox güman ki xəstəlikdir. İcazə versin, Müşfiq müəllimlə danışaq. Müşfiq müəllim, Leninin məşhur əsəri var idi, solçuluq uşaq xəstəliyi. Yəqin ki, bunu Sovet dövrü oxuyanların hamısı əzbər bilir. Mənə elə gəlir ki, bu İslamofobiyada süni yaradılmış bir xəstəlik kimi yayılmaqdadır və bugün də yeni forma alıbdır. Əgər əvvəlcə bu obrazı rəssamlar və s. yaradırdılarsa, sonra bədii filmlərdə və sənədli filmlərdə yaratdılar. Mütləq terrorçu deyəndə onun İslam geyimində olmalıdır, ərəb geyimində və yaxud da Əfqan geyimində olmalıdır. Halbuki özləri ondan da çox terror törədiblər. Hər halda Napolyon da müsəlman deyildi, Hitler də müsəlman deyildi və bütün dünyanın cinayətlərini törətmiş şəxslər elə biri Hitler olubdur. Amma niyə görəsə biz müsəlmanların adı çıxıb. Heç bir müsəlman lideri o qədər nə Yəhudi, nə də Xristian öldürməyibdi ki, məsələn onu Hitler eləyibdi. Və yaxud da siyahını uzatmaq olar. Mən bu son dövrləri hələ demək istəyirəm. Amma bir obraz yaradıblar və bu obrazı da karikaturaları vasitəsilə biraz da inkişaf elətdirirlər. Quranı yandırmağı bir adətə çevirirlər. Yəni burada həm də qıcıqlandırmaq var ki, göstərsinə görürsünüz, bunlar tolerant deyirlər. İstərsəməz müqəddəs kitabda o yandırılsa, orada yaşayan müsəlman da etiraz eləyəcək. Peyğəmbər mövzusunda karikaturaların çəkilməsi, qıcıqlandırmaq məqsədi daşıyır ki, birdən bu yeni nəsil barışar, yeni nəsil fikirləşər ki, nə olar müsəlman olanda biz bir ümumi dil tapaq, bu olmasın deyə bu düşmənçiliyin bütün formalarını yaşadırlar. Necə bunlarla mübarizə aparaq? Bunların dərmanını hardan tapaq? Bir qədər tarixə ekskursiya edək. İslamofobiyanın yaranması mərhələlərinə bir qədər diqqət edirsə, qısa. Ərəb xilafəti İslam qanunlarının və İslami düşüncələrin hökm sürdüyü bir vaxtlarda Əndəlüsə qədər uzanan xilafət zamanı İslam mədəniyyətinin və burada həm elmi, texniki inkişafın sürətlə getməsi və daha fərqli bir mədəniyyətin meydana gəlməsi həmin zamanlar daşlaşmış kilsə düşüncə daşıyıcılarının, düşünürlərinin fərqli bir model yaratması üçün bir əsas yarandı ki, yəni əslində o zamanki tarixi analiz etdikdə Avropanın özündə də artıq bu fikirlərin sürətlə yayıldığının, yəni İslami fikirlərin sürətlə
yayıldığının bir şahidi oluruq və buna qarşı bir mübarizə vasitəsi kimi İslamofobiyanın ilk elementlərini biz o zaman müşahidə edə bilərik. İkinci mərhələdə siz çox bayaq doğru olaraq qeyd etdiniz ki, artıq səlib yürüşlərinin, xaslı səfərlərinin təşkili və işğal altında olan müqəddəs torpaqların azad olunması düşüncəsi ilə insanların mobilizə olunması İslamofobiyanın bir başqa bir mərhələsi idi. Və burada bir maraqlı bir səhnə var. Bəlkə də hər kəs də diqqətlə baxmışdır. Cənnətin Krallığı filmində orada bir sizin bayaq fikirlərinizə dəstək olaraq bir səhnə vardır. Şəhərin təslim olunması zamanı o zaman şəhəri müdafiə edən xristianların rəhbəri deyək, o qüvvələri səfərbər etmiş şəxs belə bir fikir irəli sürür ki, biz xristianlar deməli Qüdsü tutarkən Yahudiləri və xristianların hər birini, Yahudiləri və müsəlmanları məhv etmişdir. Siz yəni qarantiya alır ki, həyatın qorunması üçün və o zaman Səlahiddin Əyyubi bütün insanların rahatlıqla oradan çıxa biləcəyi barədə qarantiya verir. Bu əslində bir İslam qüvvələrinin komandanının yanaşmasını və bundan başqa isə digər qüvvələrin yanaşmasındakı fərqi göstərir, tolerantlığı göstərir. Sonraki müddətdə artıq İslamofobiya türklərlə bir simvol halına gəlmişdir. Sanki İslamofobiyanı həyata keçirməkdən ötürü eyniləşdirmək, İslamla mübarizə aparmaqda təbii ki, artıq bu zaman daşıyıcı düşüncə və İslam mədəniyyətinin yayılmasının aparıcı qüvvəsi türklər olduğuna görə artıq bu istiqamətdə İslamofob fikirlərin bu istiqamətdə formalaşması müşahidə olunur. Bir də günümüzdəki dövrümüzə gəldikdə isə artıq İslamdan bir idarə olunan, buna bəzən də yumşaq İslam bir anlayışı, sanki idarə olunan, formalaşdırılmış bir özlərinin istədiyi İslamı yaradaraq və bu İslamdan bütün istiqamətlərdə istifadə etmək. Lazım gəldikdə hansısa bir ölkənin dağıdılmasında, lazım gəldikdə etnik qrupların bir-birinə qarşı qaldırılmasında, lazım gəldikdə məzhəbçilik baxımından həyata keçirilməsi, burada biz İraq, Şam İslam dövləti modelini görürük və yaxud Şiə hilalı proyektini görürük. Bunlar artıq... Biraz da, üzr istəyirəm Müşfiq müəllim, yəni düzəliş kimi anlamayın. Yəni sadəcə olaraq mən istəyirəm biraz hər şeyi öz adı ilə çağıraq. Əfqanistan və İran dövrü üçün kifayət qədər modern, müasir bir dövlətlər idi və onların da bir inkişaf eləmək, dünyada xüsusən də Əfqanistan özünün təbii ehtiyatları olmasa da, amma dəhlizlərin üzərində idi və çox böyük perspektivlər vəd edirdi. İran isə o qədər təbii ehtiyatla və o sürətlə çox maraqlı bir modelə çevrilə bilərdi, müasir İslam. Bu olmasın deyə imic yaratmaq üçün hətta inqilablara kömək elədilər. Və bu obrazı yaratsınlar. Görürsünüz, o şah vaxtı qorxudurlar, xoxandır. Təxminən budur. İnqilabların aparıcı qüvvələrinə də qərb ölkələrində bir mənalı şəkildə. Harada yetişdi onlar? Yaradılmışdır. Bütün bunlar onu göstərir ki, lazım gəldikdə silah kimi istifadə edərək sonradan geriyə dönüşlə İslamofobiyanın bir cəmiyyətdə bir aparıcı qüvvəyə çevirmək məqsədi. Mən sizin xatirinizə 11 sentyabr hadisələrini salmaq istəyirəm. Çox gözəl. Sanki orada Amerika Birləşmiş Ştatlarında artıq cəmiyyətdə bir konsensus vardı. Hər kəs İslam dinini özünə həyat amalı seçmiş şəxslərə də tolerantla yanaşırdı, normal yanaşırdı və bu zaman bir terrorçu obrazı çıxdı və ikiz güllələri bir terror saldırısı ilə məhv etdi. Və bu kim idi? İslamçı terrorçuydu. Və dərinliklərə getdikdə isə artıq o hansı proseslərə gedib, bu çox uzun bir mövzudur. Amma çox aydın mövzudur. Hamı üçün də, Amerikanların özləri üçün də aydındır. Və sonraki siyasətə biz diqqət yetirdikdə artıq Orta Şərqin dizayn olunması və böyük Orta Şərq proyektinin meydana atılması, bütün bunlar onu göstərir ki, əslində İslamofobiya süni yaradılmış, insanların beynində cəmiyyət mühəndisliyi elementlərinin bir hissəsidir və bundan istifadə edərək davamlı şəkildə hansı istiqamətə hərəkət etmək mümkündürsə, reverslər etmək mümkündür. Amma burada bir məsələ çox önəmlidir. Biz İslamofobiyanı aradan qaldırarkən İslami düşüncələrdən tamamilə kənar olunsun, təbii ki, dövlətin modeli, dövlətin dini olmaz, dövlətin dini ədalət olur. Biz dünyavi prinsiplərlə paralel şəkildə
bax bu elmi yanaşmaları da hər bir ölkə sürətləndirməlidir. Çünki manipulyasiyalara açıq yerlər qoymadan Doğrudur. və onları müxtəlif istiqamətlərə yönləndirmə olmadan biz bu prosesin öhdəsindən gələ bilərik. Təbii ki, İslamofobiya hər zaman olacaqdır. Çünki siyasət varsa, o siyasətin elementləri olacaqdır, o siyasətin vasitələri olacaqdır, o siyasətin alətləri olacaqdır və böyük güclər öz məqsədinə çatmaqdan üçün bir zaman lazım gəldikdə İslamofobiyadan istifadə edəcək, digər zaman uyğun gəldikdə etnik ayrıcılıqdan istifadə edəcək, başqa zaman uyğun gəldikdə hansı komandanın, hansı milliyyətdən olması istiqamətində eləyəcəklər. Hətta bəzən qardaş xalqlar arasında müxtəlif İslam sitayişə, İslamı dini olan insanlar arasında belə bir-birinə qarşı dözümsüzlük yaradacaq. Əlbəttə, elədilər də. Suriya misalında Elədilər də. Suriya misalında Azərbaycan misalında da göstərək. Azərbaycan Yəni nə misalında mənada Azərbaycan misalında mən bu böyük bir məsələdir. Tarix boyu Avropa səyyahları və yaxud da səfirləri, sarayların səfirləri ya Ağqoyunların, ya Səfəvilərin sarayında, ya elə başqa türk dövlətlərinin fərqi yoxdur, Asiyada və s. elə belə gəlmirdilər. Məhz bu nifaqı salmaq üçün gəlirdilər, məhz bu fitnəni yaratmaq üçün gəlirdilər. Bunun bir başqa formasını sonradan almağa başladı və təriqət oyunları da, onların qızışdırılması da, onun bu cür dərinləşdirilməsi də birbaşa o mərkəzlərin məhsuludur. Burada bir təcrübə bir şey yoxdur. Çıxış yolu olaraq isə, bayaq qeyd etdik, dövlətin modelinin dünyəvi demokratik olması, dövlətin bütün dinlərə bərabər şərait yaradılması və bunun ən parlaq modelini biz Azərbaycanda görürük. Cənab Prezidentin yürütdüyü siyasətdə görürük. Bütün konfessiyalar, bütün dinlər, hətta dinlər arasında bölünmüş qruplar belə rahatlıqla öz düşüncə tərzlərinə, özlərinin yanaşma tərzlərinə, olu yaradanı dərk etmənin müxtəlif yolları ilə hərəkət etmələrinə hər cür şərait yaradılmışdır. Belə olduğu təqdirdə heç bir manipulyasiyalardan, heç bir fobiyalardan da digər maraqlı qüvvələr istifadə edə bilmir. Sözsüz. Və ona görə də yəni məsələn Azərbaycan modelində deyək, Yəhudilər dünən tədbir keçirdilər. Onlar müharibədə onlara qarşı törədilmiş bir cinayətlərin, 2-ci Dünya müharibəsində törədilmiş cinayətlərin bir nicat yolu, xilas günü kimi qeyd olunur. Bütün Yəhudi dünyasında qeyd olunur. Azərbaycanda da qeyd olundu. Bakıda da qeyd olundu. Qubada da qeyd olundu. Hətta Qubada böyük bir sərgi də keçirildi, buna həsr olunmuş. Azərbaycanda həm dağ yəhudilərinin icması var, həm Avropa yəhudilərinin icması var. Eyni qayda Azərbaycanda həm pravoslav icması var, onun kilsələri var, eyni zamanda katoliklərin var və eyni zamanda digər. Bakının mərkəzində erməni kilsəsi var. Bəli. Və biz erməni kilsəsi gəlib demək istəyirsə desin. Əgər terroru və yeri gəlmişkən həmən kilsəni hətta Rus imperiyası dövründə bağlamış da, çünki terroru və ölümü təbliğ elədiyi üçün imperatorun qərarının 2 dəfə bağlanıb o kilsə. Orada da belə onlar onu çevirmişlər şeytan yuvasına. Bəli. Bu da bir nümunə. İncəsənətə və xristianlığa. Amma bir məsələni mən deyim. Cəlal xanım, Rus ədəbiyyatında basurman sözü ümumi işləyiş sözdür. Aydındır ki, müsəlmanın başqa bir forması, dəyişmiş formasıdır və düşmən obrazı basur. Hətta bunu yəni hər yerdə istifadə edirlər. Biz Balkanda gördük 90-cı illərdə müsəlmanlara qarşı törədilmiş, misli görülməmiş, yəni soyqırım idi. Biz Qafqazda Xocalının özümüz qurbanı olduq. Amma hələ heç bir xristian məhz dininə görə müsəlmanlar tərəfindən kütləvi şəkildə, fərdi şəkildə, fərq yoxdur, öldürülməyib, dini mənsub etməyib. Belə bir faktı olsaydı, onlar çoxdan, hələ 15-ci ildə heç kim burnunu qanatmayıb, soyqırım deyə bütün dünyanı yayırlar, amma yəni hələ fakt yoxdur əllərində, belə telegram. Amma dediyim kimi, belə bir şey olmayıbdır. Necə oldu? Bunlar terrorçu olmur, biz oluruq. Bax, 2 faktı mən dedim, bəlkə də bunun sayını artırmaq olar. Hələ mən demirəm ki, Almanların Yəhudilərə qarşı, söhbət nasistlərdən gedir əlbəttə, törətdikləri soyqırımlarda bunun üstünə gəlsə, müsəlman və Yəhudilərə qarşı Avropada ən çox cinayət törədilibdir, amma heç bir İslamda heç kimə qarşı törədilməyib. Və bugünkü də İsmail bəy dedi, məsəl üçün deyə, Myanmada baş verən cinayətlər hələ də davam edir. Kütləvi idi, sonra indi güya azalıb, amma məncə azalmayıb, çünki bizə məlumatlar az gəlir, çünki sıxıb saxlayırlar. Nətər oldu bu? Biz olduq pis, heç nə eləməyə. Bilirsiniz, mən bir subyektiv və ya obyektiv qarşılana bilər bir fikrimi açıqlamaq istəyirəm. Bu fobiyaların arxasında biraz da və hətta daha çox iqtisadi maraqlar da
dayanmırmı? Gəlin baxaq, bu İslamofobiyanı, Türkəfobiyanı zorla kəsib, biçib, qayçılayıb, tikib bizlərə, şərqə, müsəlman dünyasına, türk dünyasına geyindirməyə, əynimizə geyindirməyə çalışdıqları, bax bu xəstəliyin arxasında məhz elə bu torpaqların özünün tarixən, coğrafiyadan, təbiətən gələn zənginliyi, resurslarının müxtəlifliyi, enerji resursları, dünyaya ixrac edilən enerji bəlkə də bu dayanmırmı? Yəni bu bir aspekt kimi mən öz tərəfimdən irəli sürürəm. Yenə deyirəm, obyektiv və ya subyektiv qarşılana bilər. Yəni nələri var bu günə qədər, illərdən bəri, əsrlərdən bəri həmin o qərb dünyası hansı resursları var, hansı təbii sərvətləri var, nə ilə öyünə bilirlər. Amma məhz şərq torpaqları, İslamın yaygın olduğu bu torpaqlar məhsuldardır, iqtisadi cəhətdən verimlidir, dünyaya enerji resursları təmin edə biləcək gücə malikdir. Dəhlizlərin üzərindədir. Tamamilə doğrudur. Yəni dünyanın coğrafi baxımdan yenə də deyirəm ki, çox əhəmiyyətli, verimli nöqtələrində yerləşirlər. Çox uzağa getməyək. İkinci Dünya müharibəsində Azərbaycan nə qədər əhəmiyyətli bir yerdə gəldi. Deyək ki, qələbənin əldə edilməsində və heç təsadüfi deyil ki, Hitler üçün də ən əhəmiyyətli, tortun ən əhəmiyyətli hissəsi Bakı buruqlarının, Bakının olduğu hissə idi. Nəyə görə? Çünki lazım idi, bu enerji olaraq lazım idi. Və bunu əldə etmək üçün, deyək ki, bu sərvətlərə yiyə durmaq, sahib olmaq üçün təbii ki, müxtəlif planlar, müxtəlif layihələr bugün yox, illərdən bəri mövcud olub, işlənmiş layihələr, hazır layihələr var ki, o layihələrin üzərindən də hərəkət edirlər illərdən bəri. Və o layihələrdən biri də təbii ki, budur. Dini baxımdan nifaq salmaq, dini baxımdan həm daxildə insanları bir-birinə qarşı qoymaq, həm də deyək ki, bir düşmən obrazı yaratmaq, şərqlidən, müsəlmandan, Azərbaycanlıdan, türkdən. Bəli, yəni mənim nəzərimdə bir obraz yaratmaq və özü ustalıqla yaradılır. Bir də bu dayanır, bəli. Mən bir şey deyim, baxın, Kamikadze'nin vətəni Yaponiyadır. Ümumiyyətlə, bu institutu onlar yaradıbdır, bu anlayışı onlar gətiribdir. Amma bugün dünyada kamikadze deyəndə mütləq qara paltarında olmalıdır, İslam geyimində olmalıdır. Bu nətər oldu? Bu indi əslində bu da stigmadır da, doğrudurmu? Bunları yaradan müəlliflər institutlardır. Bu elə belə təsadüfən yaranmayıb. Yəni düşünürəm ki, dini aspektdən təzyiq əslində onların belə deyim ki, ekspansiya siyasətinin, parçalama siyasətinin bir alətidir. İslamofobiya, Türkəfobiya əllərində bir alətdir. Öz məqsədlərini, öz niyyətlərini bu torpaqlarda, bu ərazilərdə, bu coğrafiyada həyata keçirtməyin, belə deyim ki, onlar üçün əlverişli bir tərəfidir. Çünki insanı, dünya insanını deyək ki, din ilə ələ almaq və ya elə dil ilə onların arasında nifaq salmaq çox rahat bir üsuldur, çox asan əldə edilə biləcək bir üsuldur və bu üsula da baş vurmağa belə deyim ki, can atıblar illərdən bəri. Əslində mən indi İsmail bəydən bir şeyi soruşmaq istəyirəm. İsmail bəy, Türkiyədə də var, Azərbaycanda da var, xüsusilə Avropa sevgisi ilə yaşayanlar. Bir var ki, Avropanın bəşəri dəyərlərini, elmini, texnologiyasını, tətbiqini həyata keçirənlər, real sözdə. Bir də var sadəcə məthiyə deyənlər, yəni hər şey mənada Avropa yaxşıdır deyənlər və bugün də elə düşünürlər ki, ora çox yaxşıdır. Bütün bunlardan sonra onlar da, elə bizdə də var da təbii ki, o cür onların yetirmələri bir ağıllanmayacaqlarmı? Çünki onların əlindən çox fəsadlar törədilir. Türkiyədə də, Azərbaycanda da. Elbette ki bu itibaren Osmanlı daha da Avrupa hayranlığı başlamıştı. Osmanlı'nın geri çekilmesi ve duraksama ve çöküş dönemine doğru gelirken bir Avrupa hayranlığı başlamıştı. Bugün de var. Her şeyi Avrupa, Avrupa diyerekten böyle metiyeler düzen elbette ki okur, yazar, çizer, işte sinema sektörü vesaire de var. Ve kendi içimizde de maalesef ki kendi özbenliğimizi aşağılarda tutup da Avrupa'yı ve Amerika'yı yani Garb'ı yücelten, yükselten, onların her türlü medeni olduklarını ön plana çıkartan elbette ki yapımlar var. Televizyon programları, sinemalar, dediğim gibi kitaplar ve yayınlar.
Fakat şunu unutmamak lazım ki bugün Avrupa'nın medeniliği ve zenginliği sömürgelerinden kaynaklanmaktadır. 16. yüzyılda başlayan sömürgecilik akımıyla birlikte Avrupa bu sömürgelerden elde ettiği zenginlikle bugünkü inkişafını sağladı. Ve bu sömürgelerin de ekser çoğunluğu Müslüman topraklarıydı. Hindistan'dan, Myanmar'dan, işte o Afrika'nın Müslüman toprakları ve Birinci Dünya Savaşı'nın sonunda Osmanlı toprağının paylaşımı vesaire, bunların hepsi Müslüman topraklarının paylaşımlarıydı. Ve Birinci Dünya Savaşı da zaten sömürgeci ülkeler arasındaki paylaşım savaşıydı. Ve bu paylaşım savaşı bitmediğinden dolayı İkinci Dünya Savaşı devam etti. Az önce Sayın Jale Hanım bahsetti. Hitler'in Karadeniz'in kuzeyinden Bakü petrollerine ulaşma hedefleri elbette ki vardı ve bu uğurda Ruslarla savaştılar. Yani maalesef ki bizim milli eğitim camiamızın bütün Türk dünyasında bunları ön plana çıkartması öncelenmelidir. Türk Devletleri Teşkilatı bununla ilgili bir program sahneye koymalıdır. Ve kendi özbenliğimiz, kendi tarihimiz, kültürümüzü biz gençlerimize, çocuklarımıza çok iyi anlatmalıyız. Yıllarca ben şöyle bir örnek vereyim. Yani Orta Çağ dönemi dediğimiz süreçten İkinci Dünya Savaşı'na kadar Almanya Fransa arasında defalarca savaş yaşanmıştır. Bir savaşta Alman İmparatorluğu geri çekilirken dönemin büyük düşünürü Goethe'ye soruyor Alman kralı ne yapayım diye. Diyor ki çok iyi bir eğitim sistemi kurasın. Ya savaş patlamış ve ben topraklarımı kaybediyorum dediği zaman ünlü düşünür diyor ki bugün savaş meydanında kaybettiğini yarın kalemiyle bu gençler alacaktır diyor. Yani eğitimin, kültürün çocuklarımıza, milli özbenliğimizin aşılanması çok önemli. Hem kendi topraklarımız içerisinde hem de Avrupa'ya gönderdiğimiz, işçi olarak gönderdiğimiz ailelerin çocuklarına bu orada empoze edilmeli, benliklerini unutmamaları sağlanmalıdır. Bu çok önemli. İnsan dilini ve benliğini, milliyetini unutursa asimile olur. Nasıl ki bugün dünyada topu 35-40 milyon maksimum bir Yahudi olduğu tahmin ediliyor. Bunun 25 milyon civarındaki Amerika'da. Milattan önce 5000'li yıllardan yani toplam 10.000 yıla yakın geriye dönük Yahudiler benliklerini kaybetmediler. Dillerini ve dinlerini kaybetmediklerinden dolayı asimile olmadılar, benliklerini kaybetmediler ve bugün bütün dünyadaki Yahudiler kendi bilinçleriyle hareket etmektedirler. Yani burada Yahudileri övmek istemiyorum, bir örnek olarak veriyorum. Bugün Türk dünyası dediğimiz ve gelişmekte olan ve ilerleyişi devam eden ete kemiğe bürünmeye başlayan Türk dünyasında bizim Hun Türklerinden, Oğuz Kağan'dan, Göktürklerden, Mustafa Kemal'e kadar ve bugüne kadar işte Sayın Haydar Aliyev'in 1991'li yıllarda Azerbaycan'ın kendisini tekrardan tarih sahnesine çıkarttığı döneme kadarki süreci bütün Türk büyüklerimizi bizim gençlerimizin, öğrencilerimizin çok iyi bilmesi lazım ve Türk olmaktan ve benliğini Müslüman kimliğiyle elbette ki inkişaf ettirmelidir. Fakat şu da var ki ben birinci oturumda dedim bir Türkofobiya var diye. Bəli. Biz bütün Türk milleti olarak Hristiyan Türklerimizi de Musevi Türklerimizi de bir bütün olarak ele almalıyız ve eğitim hayatında bunu çocuklarımıza çok iyi öğretmeliyiz. Yani biz bunu hemen bir cümleyle söyleyeyim. Musevi Türkler de bizim Türklerimiz, Hristiyan Türkler de bizim Türklerimiz ve biz din ve mezhep üzerinden değil, Türk milleti olarak bir inkişaf etmeliyiz. Önümüzdeki dönemde yeni dünya sistemi kurulmaktadır. Və çox dəqiq dediniz, çünki Moldovada Qaqavuzların problemi Hristiyandılar, pravoslavlılar. Amma görürsünüz, din məsələsi deyil təkcə. Türk milliliyi, Türk kimliyini qoruduqları üçün nə Rumun Moldovanlara xoş gəlir bu, nə də ki heç əbədi olaraq onu özünə düşmən sayan, amma ölkəsinin əksəriyyəti Müsəlman və Türk olan Rusiyaya. Bir örnek vermek istiyorum. İkinci Dünya Savaşı döneminde Museviler, Yahudiler toplama kamplarına gönderildikleri dönemde bugünkü Ukrayna taraflarına denk gelen bir köye Almanlar ellerinde listeyle geldikleri zaman buradakileri toplayacağız diye
Alman komutan diyor ki bunlar Türk. Bunlar Türk. Çünkü diyor ben Birinci Dünya Harbi'nde Osmanlı ordusunda görev yaptım ve Türkler ve Türkçeyi biliyorum. Bəli. Dedikleri cevap şu: Türk de olsalar onları toplayacaksınız. Yani burada biz Türklüğümüzü ön plana çıkartarak, elbette Doğru. ki faşizan, ırkçılık yapmayarak ve Yok. Türk milleti demek zaten Türklər kucaklayıcı heç vaxt olmuştur irqçi tarih olmayıblar. döneminde. Tarixən zaman da Tarihte hiçbir zaman heç bir zaman yani bizi irqçilikdə ittiham edə bilməzlər və əslində tarihte mən üzr hiçbir istəyirəm dönemde İsmail bəy. Türkleri ırkçılıkla suçlayamazlar. Haqlısınız. İsmail bəy çox maraqlı bir məqama toxundu Şəhla xanım. Mənim versiyamdır bu. Avropa qocalır və bu artıq təzə söhbət deyil. Artıq 100 ildir bu tendensiya gedir. Çox ciddi demoqrafik problem var və İslam, xüsusən də Türk dünyası onlara lazımdır. Əhalinin gəncləşməsi üçün, işçi qüvvəsi üçün və s. Amma həm də İslamofobiyanın tərkib hissəsi budur ki, bu qorxular vasitəsilə ora gəlib yaşayan insanları dilindən və dinindən uzaqlaşdırıb bir kosmopolit bir adama çevirsinlər ki, ancaq işçi qüvvə olsun. O, müsəlman kimi, türk kimi düşünməsin, o cür yaşamasın, Avropanın qaydalarına qul kimi, yəni demokratik Avropanın qaydalarına qul kimi əməl eləyib, tamamilə kökündən uzaq adam olsun. Həm də İslamofobiyanın bir tərəfi budur. Yəni Jayla xanım dedi, iqtisadi tərəfi var. Burada çox böyük həqiqət var. Dünya resurslarına yiyə durmaq, parçalamaqla, onların konflikt yaratmaqla buna sahib durmaq. İkinci bir məsələ və ciddi bir məsələ, yəni miqrantlar məsələsi nə dərəcədə ciddidir, siz məndən də yaxşı bilirsiniz. Düz qeyd edirsiniz Elçin bəy. Ümumiyyətlə İslamofobiya ilə bağlı Britaniyada 1902 dəfə İslamofobiya ilə bağlı bir hesabat 96-cı ildə hazırlandı, 97-ci ildə ictimaiyyətə təqdim olundu. Bu İngiltərənin Parlamentin Aşağı İcmalar Palatasının bir dəstəyi ilə hazırlanan və yaradılan komitənin üzvləri tərəfindən hazırlanan hesabatı idi. Orada qeyd olunur ki, 1960-cı illərdə İngiltərədə 6-7 məscid var idi. Lakin hesabatın hazırlandığı dövrə gəlib çıxanda onların sayı artıq yüzlərcədir. Bu İngiltərədə bir qorxu yaradırdı. Evet. Çünki İslam ora miqrasiya axınları baş verdikcə, onlar da orada öz icmalarını, müvafiq olaraq məscidlərinin sayını artırdıqca, bu onlarda ölkələrində İslam dəyərlərinin üst səviyyəyə çıxması və İngilis xristian, ümumiyyətlə Avropa, ümumi Avropa kontekstində dəyərləndirsək, xristian mədəniyyətlərinin bir müəyyən bastırılmasına gətirib çıxaracaq bir qorxusu yaradırdı. Bu, təsəvvür edin, 97-ci ildə yazılan bir hesabat və bugün üçün də aktualdır. Bugün Avropanın bir çox ölkələrində biz məscidlərin bağlanmasına çağırış edilin. Hətta Azərbaycan indi İtaliya ilə nə qədər ittifaq dövləti, strateji əməkdaşlığımız və s. olsa belə, orada da qeyd etmək lazımdır ki, orada da məscidlərin bağlanmasına Giorgia Meloni'nin hələ baş nazir olmazdan öncəki dövrlərdə siyasi fəaliyyəti zamanı çağırışlar etdiyinin biz şahid olmuşduq. Orada düzdür, vətən, Allah və vətənpərvərlik kimi bir şüarlar onların partiyasının əsas bir şüarları olsa belə, bu xristian... Yəni Allah xristianlar üçün ayrıdır, onların təfəkkürünə görə və bu xüsusilə Fransada, eyni zamanda digər Avropa ölkələrində ən pik həddədir. Mənə gəlir ki, Almaniyada növbədə gəlir və orada çox ciddi bir münaqişələr ola bilər, çünki orada türklərin böyük əksəriyyəti oradadır. Və xüsusilə də son hesabatlar göstərir ki, Almaniyada son 2022-23-cü illərdə 809 arasında dini məscidlərə, dini qurumlara yönələn hücumlar, nifrət nitqləri və sosial mediada gedən ölümlə nəticələnən hadisələr və s. bütün bunlar hamısı siz dediyiniz kimi Avropada İslam və Türk mədəniyyətinin təşkilatlanmaması üçün həm də yeni gələn nəsli zərərsizləşdirmək, onların aləmində güya zərərsizləşdirmək. Miqrasiya axınları fonunda özlərinin mədəniyyətinin qorunması üçün təşkil olunur. Təşəkkür edirəm. Müşməm, çox qısaca bir vaxtımız qalıb. Yəni təxminən 2 saniyəlik, ona görə çox konkret sual verəcəm. Sual belədir. Bakıda keçirilən bu mötəbər tədbirdə bir resept yazıla biləcəkmi bütün İslam ölkələri üçün, Türk dövlətləri üçün? Çünki təhlükə hamımızı gözləyir. Təbii ki, strateji istiqamət müəyyən olunacaq. Çünki burada bayaq qeyd etdiyimiz modellərdən biri kimi Azərbaycan modeli bir örnək olaraq göstərilir və ölkə rəhbərinin bu istiqamətdə fikirləri və konkret real siyasət də məncə elə ən uyğun modeldir və bu modelin digər ölkələrdə tətbiqi məncə elə o strateji istiqamətdir. Həm də iradə. Azərbaycan rəhbərliyinin, Azərbaycan hakimiyyətinin və Azərbaycan xalqının bu məsələdə iradəsi var. Bu iradəni öyrənsək, hamı öyrənsə biz dinimizi də, dilimizi də, adətimizi də qoruyarıq və heç də vacib deyil ki, silahlanıb qoruyaq. Ən böyük silahımız elə bilikliyimiz, savadımız,
təhsilimiz, dünya görüşümüzdür. Bax, bu istiqamətdə də işləməliyik. Görüşərik.